Əslində gözləmədiyimiz bir şey olmadı. Elə o hakim, dövlət yardımcısı 10 il istəmişdi. Adətən həmişə 1 il aşağı deyirlər. Bugün də yenə 9 il, hakim 9 il, Tofiq Yalınova 9 il azadlıqdan məhrum etdi və ümumi cəza çəkmə müəssisəsində olmaqla istədi. Sözsüz ki, Tofiq Yalınova bu qədər müddət artıq 1 il 3 aydır ki, həbs olunub və bu dönəmdə bu cinayət işini bütün sübutlarla, faktlarla, dəlillərlə darmadağın elədi. Və hakimin, yəni mən dəfələrlə məsəl üçün Facebookdan belə müraciət eləmişəm ki, Tofiq Yaqubov əgər həqiqətən dələduzdursa, necə ki digər qeyri-siyasilərin proseslərindən ki, dövlət televiziyaları canlı yayımlar verir və yaxud da məhkəmə prosesində reportajlar hazır, qoyun gəlsin həmin o kanallar, göstərsin ki, canlı yayımlar açardılar məhkəmədən və bütün ölkəyə göstərərdilər ki, Tofiq Yaqubov həqiqətən dələduzdur. Bu adam dələduzluq yoluna 25 min avro və 10 min manat pul mənimsəyir və bütün ölkə də görərdi. Ancaq bunun müqabilində nə gördük biz? Bugün bura yeridilmiş polis dəstəsi gördük, bir qoşun polis dəstəsi.